mövzularımıza da girməmişik, amma müqəddiməmiz göndərəlsə sonu necə olacaq? Düşsək marketdən alsaq bir 70 manatlıq bir şey var da, yəni bir rəqəmi var. Və dərdi olmayan insandan sən heç nə gözləyə bilməzsən. Əgər hədəfə sən haçansa çata bildinsə, bu deməkdir ki, o düzgün bir hədəf olmayıb. Pul, populyarlıq, çoxlu bəyənmə. Maksimum bir 10-15 nəfərimiz var idi də, oturub qulaq asırdım, çox zövq alırdım. Yəni həmin söhbətlər bəlli bir mənada bir iz buraxmışdı. Həmin söhbətlərə görə çox sağ olun. O vaxtda kitablar var idi, yoxsa yox? Yox, o vaxtda kitablar yox idi. Mən ancaq danışırdım. Ancaq çıxış eləyirdim. Tunelə girmək olmaz. Olmaz. Niyə? Mən onu bilmirəm. Biraz qəliz olmadı sualım mən biraz. Özüm çaşdım biraz. İnsan nə edirsə, bunun arxasında özümün həzz almağım durur. Əqli iş görən insanlar fiziki iş görən insanlardan tez yorulurlar və tez tükənirlər. Maraqlı bir məqam deyim. Elə beyindən danışdıq. Sizin sözünüzü onunla da bir əlaqələndirirəm. Pulu alırsan yaxşı mənada, təlimi verirsən, niyə bu qədər özün üçün macəralar, çətinləşdirirsən, səhvlərimi bağışlamaq var və özünə sevgidə aza qane olmamaq var. Egoist insan içində böyük boşluq hiss edən adamdır. Mən öz səviyyəmi o manatlar həddində görmürəm. Sevgi birləşməkdir və sevgi təkliyə nifrətdir. Mövzunun kommersiya tərəfinə gələcəyik. Mike Tyson öz beynini danışır. Deyir, mən dedim ki, mən bunun evini qarət eləyəcəm. Bəli, çünki oğurluqla məşğuldur. Bizlər hərdən başqalarına qarşı daha humanistik, özümüzə qarşı amansızıq. Və İbn Sinanın ən böyük həzzi məlumatı əldə etməkdir. Qeyri-peşəkar həkim qarantiya verir. Xəstəyə deyir ki, mən 100% səni müalicə edəcəm. Rövşən bəy, necəsiz? Əla, siz necəsiz? Əla, çox sağ olun. Bəyaları sizə demək istədim. Bizi birləşdirən çox uzun illər var. Bəlkə də sizin yadınızda yoxsa yadınızda deyil. 26 il bəlkə də 27 il öncə mən sizin söhbətə bir idman zalının birinci mərtəbədə boks yoxsa güləş idman zalı. Güləş yuxarısı bodybuilding, aşağısında ilk söhbətlər orada qulaq asmışam. Hələ YouTube'lar falanlar yox idi. Var idi amma bizdə o qədər şey deyil idi. O vaxtdan o həyəcanın ilkin o elementlərini dadmışam. 2 yoxsa 3 dəfə ilə söhbətlər olmuşdu. Ona maksimum bir 10-15 nəfərimiz var idi də. Oturub qulaq asırdım. Çox zövq alırdım. Yəni həmin söhbətlər bəlli bir mənada bir iz buraxmışdı. Həmin söhbətlərə görə çox sağ olun. Minnətdaram. Yadınızda qaldı ümumiyyətlə o? O söhbətlər yadımdadır. Sizin simanız mənə çox doğma gəldi. İlk dəfə verilişə dəvət eləyəndə sizin podkastlarınız qabağıma çıxırdı. Simanız çox doğma gəlirdi. Dəvət eləyəndə beynimdə belə bir sual var idi ki, yəni harda görmüşəm. Bilməzdim ki, bu qədər uzaq keçmişə dayanır. Yəni əslində çox maraqlıdır. Bəzi şeylər var ki, doğrudan da adamın yadından çıxmır. Yəni o belə ilişir qalır yaxşı mənada və ya pis mənada da olur sözsüz ki, ilişir qalır. Yəni sözsüz yəqin ki, bunun bir psixoloji əsasları var. Mən bilmirəm, amma ilişir qalır və sən həmin o epizod sənin belə hər zaman tətikləyən bir mövzuda olur və bəlkə də bu günlər elə həmin gün idi ki, biz bunu bir ortaya çıxartdıq. Hətta kameraların qabağında danışdıq ki, ilk dinləyənlərdən birincilərdən olmuşuq biz. O vaxtda kitablar var idi, yoxsa yox? Yox, o vaxtda kitablar yox idi. Mən ancaq danışırdım. Ancaq çıxış eləyirdim. Ümumiyyətlə bu yaddaşla bağlı maraqlı bir fakt var. 2 yaddaş forması var. Biri məlumatla bağlı, biri hisslə bağlı. Və ən dayanıqlı yaddaş forması hissiyata dayanıqlı yaddaşdır. Məlumatı itiririk. Ancaq mənim içimdə bir hiss var ki, bu nəsə şirin adamdır, bu nəsə doğma adamdır. Və o hissi mən unutmamışam. Və yaxud da bir adama qarşı içində görürsən ki, bir simasını görürsən, bilmirsən hardan tanıyırsan, səni itələyir bu adam. Yəni ya mənfi, ya müsbət hisslərimiz unudulmur. Psixologiyada da var, deyir, bəzən olur ki, məsələn, tuneldə bir adama təcavüz eləyiblər, insan həmin səhnəni unudub və özünə gələndən sonra adam tunelə girə bilmir. Bilmir nəyə görə ora girə bilmir, yəni səbəbini bilmir də. Ancaq içində bir hiss deyir ki, orada təhlükə var. Deməli, məlumatı biz unutsaq da hissimiz unutmur. O şuur altına ilişir və həmişə orada qalır. O travma müalicə olunmur da, anladın mı? O travmanı aradan çıxarmır. Yox, o travmanı aradan çıxardırlar. Bəzən hipnozdan istifadə edirlər. Bütün o keçmişini buna xatırladırlar və o prosesi artıq başlayırlar müalicə eləməyə və yaxud da ki, ondan dialoqlar əsnasında başlayırlar o problemini, o travmasını üzə çıxartmağa ki, bu niyə ora girmək istəmir? Bizim beynimiz həmən qorxu anını unutsa da bir kod şəklində o
səhnənin, o hadisənin bizim üçün təhlükə mənbəyinin olduğunu göstərir. Kodlanır ki, tunelə girmək olmaz. Olmaz. Niyə? Mən onu bilmirəm. Həyatımızda da elədir. Mən görürəm ki, hansısa bir şəxslərə, hansısa situasiyalara qarşı məndə bir qıcıq var, narahatçılıq var. Səbəbini bilmirəm. Ancaq bu keçmişdə hansısa bir problem var. O yığılıb qalıb, sonunda bir travma formasında bu özünü göstərir. Çox maraqlıdır. Yəni mən bunu həmişə pozitiv tərəfdən görmüşəm də. Yəni filan kəs filan şey olub və ilişir qalır. Hətta bir adam olur ki, bir 3 dəqiqə, 5 dəqiqə belə ona söhbət edirsən, yəni bütün mətn belə yadında qalır. Adam var ki, illərlə danışırsan, heç onun danışdığı da fikirdə qalmır. Alzheimer xəstəliyi var. Bir tanışlarımızdan biri bu xəstə barəsində danışır. Anası bu xəstəliyə tutulub. O deyir ki, və anam aydan aya bütün məlumatları unudur və indi elə bir mərhələyə gəlib çıxıb ki, bizim adımızı belə bilmir. Övladlarının adını bilmir, yoldaşının, qohumlarının adını bilmir. Deyir, ancaq bizi görəndə üzü gülür və içində belə bir hiss var ki, bu doğmadır, mənə çox yaxın adamdır. Ancaq deyir, yad adam gələndə o hiss onda yaranmır. Yəni bunun üçün bütün adamlar eynidir də məlumat nöqteyi nəzərindən. Ancaq hisslərdə fərq var. Deyir, bəzən şəkillər göstəririk. Məsələn, ölmüş, dünyadan nakam köçmüş, tez dünyasını dəyişmiş bacısı. Onu görür, ağlayır. Ancaq adı kimdir soruşursan bilmir. Bu kimdir? O bilmir ki, bu kimdir də. Ancaq görür, ağlayır. Və yaxud da atasını göstərirsən, ağlayır. Şəkillərdə bu hiss onu yaradır, ancaq məlumat yoxdur. Dediyinizə bir dənə mötərizə açacağam. Çox gözəl bir film var, adı Father'dır, Ata. Anthony Hopkins'in filmidir. Bilməm baxmısınız yoxsa yox. Baxmamısınızsa çox tövsiyə edirəm. Bu məhz Alzheimer xəstəliyi ilə bağlı olan bir şeydir ki, insan necə unudur və necə sizin dediyiniz bəzi məqamlar ortaya çıxanda belə deyək də artıq başqa bir ab-havaya girir. Düzdür, biz mövzularımıza da girməmişik, amma müqəddiməmiz görməlidirsə sonu necə olacaq? Mənə özümə çox maraqlı olan bəzi suallar var. Onu mən özüm üçün belə yazdım. Əvvəlcə belə və əllə mən əllə yazmağı bu arada çox sevirəm. Yəni belə computer typingi yox, belə əllə yazanda o mənə daha doğma gəlir və həmçində beyində daha çox belə də ilişir qalır. Çünki bu typing bir şəkil kimi görsənir, amma belə yazdıqda şəkil olaraq da beynimdə bir reseptorlarında oturur və mən onu daha tez xatırlaya bilirəm. Mənim sualım nədən ibarətdir? İnsanların həmişə o təlqin edilən bir şey var ki, təhlükəsizlik. Psixoloji təhlükəsizlik və insanlar hər zaman bir psixoloji təhlükəsizliyin arxasına düşür də. Amma belə bir şey var ki, böyük dahilər, böyük belə deyək də beyin inqilabı edən insanlar, onlar hər zaman belə deyək də o təhlükəsizə zidd gedən insanlar olub. Daha çox inqilabi ruhiyyədə olan insanlar olub da. Baxın, mənə maraqlıdır ki, demək biz hər zaman o komfort zonamızda qalmalıyıq ki, o statik bir həyatımız olsun, yoxsa biz onu bəlli bir racon ilə tüklər, bəlli bir miqyas, bəlli bir səviyyədə saxlamamız lazımdır. Biraz qəliz olmadı sualım mən biraz. Özüm çaşdım biraz. Mən ümumi məğzini tutdum. Yəni sual bundan ibarətdir ki, ümumiyyətlə komfort zona və insanın inkişafı, bunlar arasında nə qədər rabitə var və o komfort zona bizi passivliyə mi aparır, inkişafa mı aparır və komfort zonaya ümumiyyətlə bir psixoloji anlamda ona necə yanaşmaq lazımdır. İnsan təbiət etibarı ilə rahatlığı sevəndir. İstənilən insanlar rahatlığı sevir. Mübariz insanlarda, innovativ insanlarda hamı istəyir rahat olsun. Yəni bu bizim ilkin istəyimizdir. İlkin ehtiyacımızdır. İnstinktimizdir də, yəni bizim. Bizim instinktimiz, hətta hücum, ov etmək, müdafiə, bunlar hamısı da rahatlıq üçündür. Yəni mən niyə hücum edirəm? Həyatda qalmaq üçün. Həyatda qalmaq üçün. Yəni sonradan komfortlu və rahat olmağım üçün. Mən niyə özümü fəda eləyirəm? Yenə də yaxınlarımın rahat olmağı üçün və o da vicdan əzabından qurtulmaq üçün. Sonunda hər şey, ilkin bizim təbiətimiz rahatlıq istəyir, komfort istəyir. Bu bizim ilkin təbiətimizdir. Yerdə qalan bütün fəaliyyətlərimizi biz bu rakursdan baxmalıyıq ki, bu işi görürsə, bunun arxasında bir rahatlamaq istəyir. Fədakar ananı götürün. Altruist, cəmiyyətin xeyri üçün çalışan, təmənnasız çalışan insanları götürək, xeyriyyəçiləri götürək. Hamısının kökündə hansısa bir formada rahatlamaq var, bir komfort var. O komfort bəzən cəmiyyətə qayıdır, orada mənə qayıdır, ya birbaşa mənə qayıdır.
Və məsələn, mən cəmiyyət üçün bəzi işlər görə bilərəm. İçimdə şuuraltı olaraq mən düşünürəm ki, cəmiyyət yaxşı olacaq, yaxşı cəmiyyətdə mən də yaxşı yaşayacağam. Övladlarım yaxşı yaşayacaq. Xeyriyyətçilərin o düşüncələrinin kökündə də bir çox hallarda belə bir niyyətlər durur. Əslində gözəl mənəvi niyyətdir, bu maddi niyyət deyil. Yəni sonunda istəyir cəmiyyəti yaxşı olsun və özü də bir fərd kimi gözəl olsun. Düzdür, indi mən irfani və təsəvvüf mərhələsinə qalxmıram da, ora girmirəm. Ki elə bir mərhələ varmı ki, insan heç bir şəxsi, heç bir predmeti düşünmədən bir iş görsün. Yəni psixologiya deyir yoxdur. Amma İrfan deyir var. İrfan deyir var. Məsələn, psixologiya deyir ki, insan nə edirsə, bunun arxasında özümün həzz almağım durur. Hətta ölkəm üçün özünü fəda eləyən insanın belə bir psixoanalizə məruz qoysan, onun sonunda yenə də mən həzz alım fikri durur. Yəni bu bəzən maddi həzzdir, bəzən mənəvi həzzdir. Burada məsələn fədakar insanlarda mənəvi həzzdir. Bu psixologiya bunu deyir. Ancaq məsələn İrfan məktəbi psixologiyanın dayandığı yerdən sonra İrfan başlayır. Bu daha dərini işləyir, daha dərindən qazır və İrfanda belə bir yanaşma var. İnsan bir həddə çatır ki, egosundan heç nə qalmır. Elə bir suyu təsəvvür edin. Mən qalmır, hə? Mən qalmır. Bunu atırsan okeana. İndi mən sizə desəm ki, bu stəkandakı suyu mənə tapın verin, yoxdur. Yoxdur. Qəşəng metafora. İnsan əriyəndən sonra, egosundan heç nə qalmayandan sonra axı özü yoxdur ki, özünə görə nəsə bir iş görsün. Allah. Ona görə İrfan belə bir yanaşması var və təcrübədə də bunu öz həyatları ilə sübuta yetmiş mistiklər var, filosoflar var ki, onlar elə bir həddə çatıblar ki, artıq mən deyiləm bir şey yoxdur da. Buna İrfanda deyirlər fəna fillah, yəni Allahda ərimək, suyun okeana qayıtması. Bu Budizm fəlsəfəsində də var. Onlar nirvana anlayışı ilə bunu izah eləyirlər. Şərq fəlsəfəsində də maraqlı bir mövzudur. İndi biz hardan hara gəldik? Bizdə mövzular biraz o formada gedəcək. Bəs yaxşı. İndi mən üzr istəyirəm. Mövzuya bir dənə istəyirəm öz mövzumuza qayıdaq. Əslində maraqlı belə kənara çıxmalardır məncə. Bir problemi yoxdur. Bizim bədənimizdə bir kiçik orqan var. Bədənimizin 2%-ni tutur. O beyindir. Ancaq bu 2% bədənimizin kütləsini tutan bu orqan 20% enerji istifadə edir. Balaca orqandır, ancaq bütün bədənin 20% enerjisini Pareto demək olar. Bəli, aradan aparır və ona görə intellektual işlə məşğul olan adamlar fiziki işlə məşğul olan adamlardan tez yorulurlar və çox yorulurlar. Və ən çox tükənən insanlar da mental və belə deyim, düşüncə ilə bağlı iş görən insanlardır. Əqli iş görən insanlar fiziki iş görən insanlardan tez yorulurlar və tez tükənirlər. Deməli, buna görə beynin bir anadan gəlmə funksiyası var. Mən enerjimi qorumalıyam və mən enerjimi ancaq zəruri yerlərə xərcləməliyəm. Yəni beyin bir dənə barmağını qaldırır, artıq bir günün rasionunun 20%-ni xərclədi, 30%-ni xərclədi. Bir dənə balaca bir nəsə düşünür, artıq hər şey, yəni bu düşünməklə bu enerji getdi. Ona görə beyin nə edir? Başlayır şablonlarla düşünməyə. Şablonlar qurub, ssenarilər qurub, mən səhər gözümü açıram, axşam necə olduğunu bilmirəm. Ona görə ki, mən o qədər qəlibələrlə yaşayıram. Qəliblə mən dişimi fırçalayıram, qəliblə mən yemək yeyirəm. Bu ona görə deyir, səhər yediyimi günorta yaddan çıxardıram. Bəli. Çünki mən qəliblə işləyirəm. Qəliblə maşına mindim, işə gəldim, işimi gördüm. Yadımda qalan qəlibdən kənara çıxmalardır. Ona görə qəza oldu, qəzanı unutmuram. Çünki o qəlibdə qəza yoxdur. Əla. Və yaxud da ki, bir sevgi ilə bağlı bir hadisə yaşadım, bu qəlibdən kənara çıxmadı. Siz gəldiniz orada idman zalında, orada bir dənə bir söhbət eşitdiniz, bu qəlibdən kənara çıxmadı. Fərqli söhbətdir, fərqli auditoriya, fərqli məkan. Bunu biz unutmuruq. Qəliblər unudulur. Ancaq o beynin enerjini qoruması üçün çox önəmlidir. İndi təsəvvür eləyin ki, bu beyin, hansı ki qorumağa məhkumdur, məni məcbur eləməlidir ki, mən az işləyim. Məni məcbur eləməlidir ki, ancaq oturum. Məni məcbur eləməlidir ki, bu otaqdan kənara çıxmayım. Çünki ora çıxanda elə bir məkana gedə bilərəm ki, orada artıq bunun qəlibi yoxdur. Ona görə komfort zonanı tərk eləmək beyin üçün çox çətindir.
Çünki komfort zonadan kənarda bu beyin bilmir ki, hansı qəliblərlə işləsin. Bilmədiyinə görə bu məcburdur bütün o klapanlarını işə salsın, başlasın düşünməyə. Farsaja basır. Yəni Farsaja basır və nəticədə neyronların arasında sinapslar var. sinapslar. Bu sinapslar əgər güclənirsə, əgər yeni sinapslar yaranırsa, mənim beynim işləyir. Beyin yeganə orqandır ki, yenidən özünü qura bilir. Buna neyroplastiklik deyirlər. Beyin özünü yenidən qurduğu zaman inkişaf eləyir, yeni nəsə öyrənir, tərəqqi eləyir. Ancaq beyinə bu sərf eləmir. Çünki bədənin 20% enerjisini istifadə edir. Ancaq sən beyni məcbur eləsən, onu qorxutsan, onu narahat vəziyyətdə salsan, beyin məcbur olacaq işləməyə. Ona görə qeyri-standart suallar məni daha çox yükləyir. Nəinki standart suallar. Çünki qeyri-standart suallarda mən məcburam düşünməyə. Bir də bir şey deyim. Məsələn, siz aparıcısınız, moderatorsınuz. Qonağa iki formada yanaşırsınız. Ya sualı qabaqcadan göndərirsiniz, ya göndərmirsiniz. Göndərməyəndə daha maraqlı alınır, verilir. Bəli. Ona görə ki, siz göndərəndə bunun beyni artıq bilir, mövzuya uyğun bir qəlib hazırladı. Bura gələndə o qəlibdən kənara çıxmır. Ona görə sünilik yaranır. Ancaq qonaq bura gəlib, bilmir hansı sual veriləcək, aydan veriləcək, çaydan veriləcək. Bu artıq beyni gücə salır. Beyin artıq bu dəqiqə o belə deyim, improvizələrlə məşğul olur. Hazır bir vəziyyətdə durub ki, bu dəqiqə qapıya bir dənə top vuracaqlar. Mən bilmirəm hansı tərəfdən zərbə gələcək. Ona görə beyin aktiv olduğuna görə suallara belə interaktiv cavab verir, maraqlı cavab verir, qeyri-adi nəticələr çıxardır. Və insanlar bu məlumatları daha çox sevir. Daha çox sevir və söhbət də səmimi alınır. Siz çox maraqlı bir şey vurğuladınız. Bu birə-bir mənim sahəmlə bağlıdır. Bu bədən dili ekspertizama aiddir. Baxın, siz deyirsiniz ki, bədən hətta beyin əlin qaldırılmasına ekstra enerji kimi görür. Məsəl üçün, baxın, biz kinetik intellektlə məşğul olanda Moskvada belə bir ifadə var ki, lüzumsuz hərəkətlər sənin gündəlik enerjini sadəcə aradan aparır. Məsəl üçün biz deyirik ki, sən bir bardağı, əlindəki olan kofe bardağını burada da tuta bilərsən, aşağıda da tuta bilərsən. Burada tutanda sən daha çox enerji sərf edirsən, aşağıda tutanda daha az enerji sərf edirsən. Və yaxud oturub qalxmaq mövzularında lüzumsuz hərəkətlər mövzular var ki, yəni bu da beynin məhsullarıdır da. Biz onları bitərəf etməklə məşğuluq və buna deyirlər kinetik image. Adı belə gedir. Kinetik intellektin kinetik image bəhsi. Və biz, yəni maraqlı nədir ki, o puzzle'ların artıq o bir-birinə oturması mövzusu gəlir. Demə siz deyirsiniz, mən paralel oralara xitab edirəm ki, wow, yəni ki, sən demə sizin yanaşma prizmanız əslində elə bizim o elmi müstəvidə oxuduqlarımızdan mənim sahəmdəkindən nəzərdə tuturam ki, çox üst-üstə düşür və baxırsan ki, əslində möcüzə deyilən bir şey yoxdur da, yəni reallıq var. Yəni biz mükəmməl bir dizaynımız var bizim, yəni beyin. Biz Moskvada olanda biz beyin görmüşdük belə canlı. Hətta mən bunu təlimlərə də deyirəm. Yəni balaca bir şeydir. Yəni ki, malzemələrini düşsək marketdən alsaq bir 70 manatlıq bir şey var da, yəni bir rəqəmi var, amma maddi dəyəri, sudur, əsasən sudur, nişastadır, şəkərdir, belə baxsan 70-80 manat pul eləyəcəkdi onun ümumi dəyəri, amma işinə baxanda, yəni dodaq uçuqlayır ki, yəni nələr var bu mövzunun içərisində. Burada iki dənə məqama istəyirəm toxunum. Fəlsəfədə belə bir yanaşma var. Bir məcazi birləşmə var, bir həqiqi birləşmə var. Məcazi birləşmə nədir? Götürürəm, məsələn, çay, içinə şəkər tozu əlavə edirəm və qarışdırıram. Bu, yəni, yeni bir şey alınmadı da, düzdür? Şirin, bir də çay oldu şirin çay. Düzdür? Burada üçüncü, dördüncü yeni, yəni o iki elementə aid olmayan yeni bir şey yaranmadı ki. Buna deyirlər məcazi birləşmə. Həqiqi birləşmə nədir? Hidrogen, oksigen. Birləşir, hidrogende, oksigende olmayan, bu atomlarda, bu molekullarda olmayan yeni bir şey yaranır. Şəffaf bir maddə yaradır. İnsanın susuzluğunu yatızdırır. İnsan ondan, yəni yüzlərlə yerdə istifadə olunur. Beynin çox hissəsi də ondan ibarətdir. Buna deyirlər həqiqi birləşmə. Yəni o birləşmələrdə aid olmayan yeni bir şeylər yarandı. Tamam yeni bir hallar, yeni ünsürlər. Beyin də o cürdür. 70 manatlıq onun o tərkib hissələri var, ancaq onun funksiyası o 70 manatdan səni gözləmir səndə. Heç
neçə faizi çözülməyib də, heç bir 2% çözülüb ya çözülməyib. Onun real hesablamalar yoxdur, ancaq ümumi deyirlər ki, 2-3% ilə biz işləyirik. Bəli, yəni maksimum. Maksimum. Bir də maraqlı başqa bir məqam deyim. Beyin üçün əlin, ayağın çox enerji istifadə etməsi önəmli deyil. Beyin üçün önəmlidir ki, özü çox enerji istifadə eləməsin. Bəzən özü tükənməsin. Bəzən elə qəlib qoyur ki, o qəlib mənim əlimi, ayağımı, bədənimi daha çox yüklüyür. Beynimizə asan. Ancaq beynimi asanlaşdırır. Məsələn, sadə bir şey deyim. Gəlirsiniz qapını döyməyə. Necə döyürsüz qapını? Adi. Yəni belə eləyirik də, düzdür? Mənə rahat olar ki, əlim aşağıdadır, elə aşağıdan döyüm. Niyə əlimi yuxarı qaldırdım? Bəli. Ona görə ki, beyinə rahatdır ki, mən əlimi qaldırım, yuxarıdan döyüm. O qəlib anadan gəlmə mənə qoyulub. Mən anamda gördüm, atamda gördüm. Yəni sonradan götürdüm. Beyin artıq o qəliblə məni işlədir. Baxmayaraq ki, əlim daha çox enerji istifadə elədi. Ancaq beyin az enerji tükətdi. Ona görə beyin üçün əsas mexanizm özünü qorumaqdır. Yaradıcı insanlar beyni yükləyirlər, onu qorxudurlar, onu narahat eləyirlər. Nə qədər insan narahat olursa, o qədər inkişaf eləyir və dərdi olmayan insandan sən heç nə gözləyə bilməzsən. Ona görə övladların nəticəsi ataların nəticələrindən həmişə az olur. Az olur. Baxmayaraq ki, Babək çobanın oğlu idi, əlində heç nə yox idi. Ancaq Babəkin oğlu. Babəyin oğlu Babək ola bilmədi. Olmadı. Mən Uqandada olanda Sizin Afrikaya baxmışam yəni orada səyahətlərdə. Orada çox maraqlı hallarla qarşılaşırdım. Deməli, Uqandada uzun bir yol var. Qızıl qumlu bir yoldur da. Ora ilə gedirsən və bütün qulağın, nə bilim, boynun, hər şey toz torpaq olur. Maşının pəncərələrini bağlasan, yenə də xeyir yoxdur, içəri dolur. Mən o toz torpağın içi ilə gedəndə, o toz torpağın içində məktəbli uşaqları görürdüm. Çanta bellərində məktəbə gedirdilər. Bələdçi bizə deyirdi ki, bunların getməkləri arası bir saat yarım çəkir piyada. Saat yarımda qayıdırlar. Ancaq uşaqlar gülürlər, təbəssüm eləyirlər. Bu çətinlik onlar üçün normadır. Çətinlikdə inkişaf var və adamlar onu gedirlər. Mən onda düşündüm ki, bizim uşaqlarımız kef edirlər. Yəni nəqliyyat vasitələri, bəzən şəxsi sürücü olur, müxtəlif formada bunlar rahat şəkildə gedib gəlirlər də. Biraz çətinliyə salsan, bunlar üsyan eləyəcəklər. Yəni bizim cəmiyyətin üsyan etdiyi və qlobal böyük saydığı problem Afrikadakı uşaq üçün, oradakı insanlar üçün bu problem deyil. Yəni desən sənə gülərlər. Bəli. Ancaq problem içində sən inkişaf eləyirsən, çətinlik içində sən məcbur olursan düşünəsən. Ona görə inkişaf eləmək istəyirsənsə özündə bir dənə dərd yaratmalısan. O dərd səndə olduğu müddətdə sən inkişaf edəcəksən. İdmançılarda olur, istəyirlər olimpiya çempionu olsun. Olandan sonra kəskin şəkildə inkişafları düşür aşağı və növbəti sadə turniri uduzurlar. Bəli. Ona görə ki, artıq dərdi qalmadı. Sonra məşhur idmançılar var ki, ilk milyonlarını qazanandan sonra əvvəlki nəticəni göstərə bilmirlər. Çünki əvvəl acı idi. İndi artıq doyub. Ona görə bəzi, hətta adını çəkəcəm, bəzi idmançılar var ki, onlara ona görə dövrünün GOAT deyirlər də, yəni dövrünün ən yaxşıları deyirlər ki, onlar hansısa bir rifaha çatdıqdan sonra belə, məsəl üçün Messi-də, onlar bu gün də baxsaz misal üçün ona görürsən ki, yəni elə bir ki 17 yaşındakı adamın bir məşqin eləyir də. Yəni sanki sabahları finalı uduzacaq kimi halbuki dünyada bütün titulları qazanır, amma elə bir həyat tərzi və elə bir iş tərzi qoyur ortaya ki, ona görə o olur artıq belə deyək də. Onun dərdi bitməyib çünki. Onun ağrısı, dərdi pul deyildi, milyon deyildi. Ona görə də davam edir. Əgər birinin ağrısı qarnım doymaq məsələsi olsa, o tox olandan sonra artıq hərəkətə gətirən bir stimul verici qüvvə yoxdur da. Artıq stimul mənbəyi bloklandı. Sən nəyə görə mən bu işi eləyim? Bəli, razıyam. Conor McGregor MMA-da çox tanınmış bir fiqurdur. O vaxta qədər ki, bu o milyonları qazanmayana qədər. Ancaq qazanandan sonra bu bir ciddi çöküş yaşadı. Nəyə görə? Bunun hədəfi pul qazanmaqdır. O milyonu qazandı. Ancaq bunun başqa oponentləri var ki, onlar hədəf pul olmadığına görə artıq yəni indi də mübarizə. Yazıçılar da elədir. Elə yazıçılar. Bu arada orada toxunacağam. Yəni maraqlıdır mən. Məsələn, bax sizin əsərlərinizə baxırıq da, düzdür? Davamlı olaraq bir o belə dedik inkişaf var da. Yəni ki, Rövşən bəyin kitabları hər yerdə oxunur, hamının maraqlarına səbəb olur. Azərbaycanda səhv etmirəmsə ən çox tirajla çap olunmuş kitablar sizdə də hətta elə kitabınız var ki, deyəsən 2 saata satılmışdı səhv etmirəmsə. Belə bir kitablarınız olub səhv etmirəmsə. Bəli. Yəni nəyi demək istəyirəm? Amma baxırıq ki, sizin dərdiniz bitmir də. Yəni bayaq dediyiniz kontekstdə və bu o deməkdir ki, siz hər zaman
İnşallah ki də hər zaman o səviyyədə kitablar biz ərsəyə gətirəcəksiniz. Çünki nə zaman ki biz görsək ki, artıq kitablar maraqsız əmələ gəldi və düşünəcəyik ki, artıq Rövşən mənim dərdi bitdi. Dərdi bitdi. Mən də həmişə əvvəldən fikirləşmişəm ki, elə bir hədəf qoyum ki, o hədəfə çatmaq mümkün olmasın. Mənə görə hədəf çatılmır. Hədəfə çatmırsan, sən hədəfə doğru gedirsən. Əgər hədəfə sən haçansa çata bildinsə, bu o deməkdir ki, o düzgün bir hədəf olmayıb. Və hədəf elə bir şey olmalıdır. Sən onları insanlara çatanda insanlar sənə gülsünlər. Bəli. O əgər sənin hədəfi gülmürsə, deməli sənin hədəfin o qədər də böyük bir şey deyil. Gülmürsə, deməli bilir ki, buna çatmaq olar da. Onun üçün hədəf mənə görə belə abstrakt bir şeydir. Abstrakt bir şey olmalıdır. Elon Musk deyir ki, mən Marsda ölmək istəyirəm. Hədəflərindən biri budur da. Ölüm orada dəfn eləsinlər. Müsahibəni alan soruşur ki, bəs yəni burada yer qəhətdir, sən gedirsən ora. Deyir insan onsuz da bir gün hardasa öləcək. Öləcəksə niyə Marsda ölür? Niyə Marsda ölür? Yəni bu əslində bir metaforadır məncə. Bəli. Hədəf ali olanda onda sən təbii ki də bir gün hamımız öləcəyik. Öləcəksə qoy yəni böyük işlər görüm sonra gedim. Çox əladır. Yəni bu mövzular əslində iddialı mövzulardır da. Yəni ki və bu iddia üçün bir cürət, cahil cürəti yox. Yəni rasional cürət tələb edir ki, yəni bu adam həqiqətən də bunu etməyə bir necə deyim, addımlar atsın. Sadəcə cürət kitab belə deyək də mənim dəftərimin başında yazılmış bir məzmun yox, buna gündəlik atılan bir addım olması lazımdır. Yəni maraqlı bir dənə məqam deyim. Elə beyindən danışdıq. Sizin sözünüzü onunla da bir əlaqələndirirəm. Sadə bir dənə niyyət bizim beynimizin neçə faiz işləməyinə təsir edir. Sadəcə niyyət. Məsələn, mən yazıçıyam. Niyyətim budur ki, elə bir kitab yazım ki, məhəlləmdə hamı onu oxusun və bəyənsin. Bu niyyətlə əmin olun ki, beyin resurslarının 1%-ni istifadə eləyəcək. Çünki məhəllədə tanınmaq üçün uzaq olsun orada 100 nəfər. Qeyri-adi bir enerji xərc eləməyə ehtiyac yoxdur. İndi mən hədəfimi başqa bir şey qoyuram. Bakıda məni tanısınlar. Artıq birinci hədəfə baxanda mən adi bu sözü deyəndə belə hiss eləyirəm ki, beynim başqa cür reaksiya verdi. İndi tamaşaçılar da özündə bunu bir tətbiq eləsinlər də. İndi öz karyerasında. İndi mən deyirəm Azərbaycanda. Mən Azərbaycanda bir nömrəli yazıçı olacağam. Elə kitab yazmalıyam ki, bütün ölkə oxusun və desin ki, bundan yoxdur. Mən hiss eləyirəm ki, beynim elə bil ki, artıq daha çox neyronları başladı aktivləşməyə. İndi mən bu sözü deyirəm. Mən elə bir kitab yazacağam ki, bütün dünya oxusun və dünya ədəbiyyatı ilə rəqabətə girə bilsin. Artıq görürəm ki, beynimin böyük hissəsi ayağa durdu. Çünki sən ona nə qədər enerji, hansı kodu verirsənsə, hansı göstərişi verirsənsə, beyin ona uyğun ordusunu səfərbər edir. İndi mən başqa bir şey deyirəm. Mən elə bir kitab yazacağam ki, tarix boyu oxunsun. Bunu deyəndə beyin yanır da, o tutub artıq alışır ki, bunun üçün mən gərək bütün gücümü ortaya qoyum. Sizə əmin eləyirəm, mən bunu real öz həyatımda hiss eləmişəm. Nə gözəl. Məqalə yazanda belə, kitab yazanda belə olub ki, məsələn, bir örnək də verim. Xəyalların sonundakı ev. Bu kitabı mən 10 dəfə sujetini dəyişmişəm. Başdan ayağa evi sökmüşəm, yenidən yığmışam. Minimum 10 dəfə. 1-2 aydan sonra bu çapdan çıxacaq bu kitab. İnşallah. Bu Mərakeşdən bəhs eləyir. Çox ekzistensial bədii ədəbiyyatdır və çox maraqlı sujeti var. İlk dəfə mən bunu yazanda burada olan hadisələr Bakıda hansı bir məktəbdə cərəyan eləyirdi. Və hədəfim bu idi ki, yeniyetmələr üçün bir kitab qələmə alım və dediyim kimi də bunu Bakıda, Azərbaycanda oxusunlar. Sujet ona uyğun idi. İndi sujet o dediyim tarix və bütün dünya oxusun və bütün tarix oxusun. İnşallah xeyir olar. Və buna çatana qədər o sujetin nə qədər inkişaf elədiyini mən əyani olaraq hiss eləmişəm. Etap-etap yəni. Etap-etap görmüşəm ki, və mən o niyyəti yavaş-yavaş qaldırmışam. Düzdür, təbii formada ona gəlib çıxmışam. Və sonra baxıb görmüşəm ki, mən əgər niyyətimi qoyanda ki, bütün dünya oxusun, əvvəlki sujet mənim gözümdən düşdü. Cılız gəlməyə başladı. Çox cılız. Əvvəl deyirdim, nə möhtəşəm sujetdir. Nəyə görə? O niyyətimə görə möhtəşəmdir. Yəni Bakı üçün, Azərbaycan üçün möhtəşəmdir. Ancaq niyyətimi daha qlobal qoyandan sonra o sujet mənim gözümdə düşdü. İndi sizin sahədə, öz sahənizdə desəz ki, mən elə bir təlim deyəcəm ki, buradakı auditoriya məni alqışlasın. İşləyirsiniz mətni, deyirsiniz ki, möhtəşəm. İndi kodu dəyişin. İndi
əmri dəyişin. Deyin ki, mən elə bir məsələn mövzu işləməliyəm ki, o da nə zaman olur? Sən əminsən ki, doğrudan bu dünyaya gedib çıxacaq. Məsələn, sizə deyirlər ki, hansısa xarici kanaldan gəlib oranı çəkəcəklər. Bu sözü deyəndən sonra o mətnə baxın, mətn avtomatik gözünüzdən düşəcək. Sizə mənim sanki necə deyim, beynimi oxuyursunuz da, yəni bəzi məsələlərlə bağlı. Mənim təlimlərimi hazırlayanda, mənim təlimlər necə hazırlanır da, sadəcə düzdür, biz mövzulardan kənarlaşdıq, başqa mövzular danışırıq artıq. Demək, təlimlər necə hazırlanır? Biz bir şirkətdir, şirkətin DNA-sına uyğun olaraq mən təlim hazırlayıram və təlim hər bir şirkət üçün customize olur da, xüsusiləşir. Onlar üçün tikilir də demək olar ki. Və çox zaman olur ki, mən təlimi sabah səhər saat 10-da təlimdir. Mən bu günləri axşam saat 9-da 10-da təlimi sıfırlayıram, təzədən yazıram. Yazdığınız təlimi Yazdığım təlimi sıfırlayırsınız. sıfırlayıram. Çünki gəlirəm, oturam, deyirəm ki, okey, mən bu təlimi deyəcəm. Cəmaət deyəcək ki, wow, duracaq, ayaqüstü alqışlayacaq, deyəcək ki, sizdən bir dənədir. Amma bu mənim özümü, məndən almayacaq. Və yaxud mənim Danimarkadan olan mentorum otursa həmin o auditoriyada mənə deyəcək ki, və Anar, və yəni bunu danışdın da və bundan sonra yəni bu nə idi də, yəni ki də okey, bu adamlar bu mövzunu bilmir. Bunlar ab-havaya girdilər. Onları qane elədiniz. Və sonra bu nədir? Hətta mənim yaxınlarım, ailə üzvlərim mənə deyir ki, yəni sən özünə macəra axtarırsan da. Yəni ki, qardaş, sən pulunu alırsan yaxşı mənada, təlimi verirsən, niyə bu qədər özün üçün macəralar, qəlizləşdirirsən, yəni özünü tükədirsən də. Mən dili belə öyrənmişəm 2000-ci illərdə, ingilis də öyrənirdim. Bizə biri gəlirdim, deyirdim ki, it is a pen. Məsəl üçün də indiki, bəs deyirdim ki, yaxşı, bəs mən bu qələm idini necə deyəcəm də? Gəlməmişəm də orada dərs gedirdim, çərçövrə edirdim. Bəs bu qələm idi. Bəs yaxşı bu qələm idi. Yaxşı bu qələm stolun altında idi. Bax bunu necə verərsən bu sualda? Sözümü nəyə gətirmək istəyirəm? Sizin dediyinizi mən onu gündəlik həyatımda yaşayıram. Bu məni üzürmü? Üzür. Bu məni belə o suyumu çıxardırmı? Beyin işləyir axı. Yorur. Yəni nə yalan deyim sizə də. Yəni məni belə yəni özümə hətta o passiv anar deyir ki, əşi də yaşa da, yəni də bu nəyvə lazımdır sənin bu. Amma sonra o disiplinli anar deyir ki, yo, yəni bunu təzədən elə. Bunu daha başqa bir don geyindir buna. Və baxıram ki, sizin dediyiniz birə-bir mövzu o daha fərqli bir əmsala gəlir çıxır. Yəni tamam başqa bir ab-hava verir ona və daha dadlı qəbul olunur. Yəni birə-bir əslində çox sağ olun. Bir sual verəcəm sizə. Psixoloji kitablarda və yaxud belə ədəbiyyatlarda insanın özünü sev deyə bir başlıqlar olur da. Özünü sev, özünü daha mərkəzə qoy mövzusu var da. Məndən sizin burada bir fəlsəfi yanaşmanızda düşünürəm ki, maraqlı olar. Özünü sev biraz insanlarda altruizm və yaxud empati hissini biraz azaltmırmı? Yəni biraz insanı daha çox öz mərkəzliliyə gətirmirmi? Yoxsa o bir bəlli bir dozada olsa kifayət eləyər? Çox aktual, trenddə olan və heç vaxt aktuallığını itirməyən bir mövzuya toxundunuz, özünü sevmək. Bu mövzuda biz psixologiya və fəlsəfə tarixinə baxsaq, müəyyən fikirlərin dəyişildiyini görərik. Məsələn, Erich Fromm'un özündə bir kitabı var, Sevmə sənəti. Bu mövzudan danışır və orada sevginin formalarını göstərir. Məsələn, erotik sevgidən danışır, ana sevgisindən, cəmiyyətə olan sevgi, yaradana olan sevgi və özünə olan sevgi. Self-love deyirlər də, özünə olan sevgi və orada maraqlı bir məqam var. Orada bir örnəklər verir. Doğrudan deyir ki, məsələn, əvvəllər özünə sevgi çox mənfi tonda qəbul olunurdu. Məsələn, Freud özünü sevgini id deyəsən onda o deməkdir özünü mərkəzdə qoymaq deyəsən onun id mərhələsi idi səhv etmirəmsə. Elə bil ki, bu mənliyin onun əsas ana düşüncəsində o həmin o mən Freud fəlsəfəsində önəmli bir məqam durur və deyir ki, sən əgər bu sevgi özünə yönəlirsə, bu eqoizmə gətirir, çıxardır və narsisizmin əsası elə özünə sevgidən başlayır və o dövrlərdə həqiqətən özünü sevgi pis baxılırdı. Və deyirlər ki, özünü sevgi cəmiyyəti sevgidən fərqlidir. Mən özümü sevirəmsə, mən sizi sevə bilmərəm. Mən özümü sevirəmsə, övladımı necə sevərəm? Əgər sən
övladını sevmək istəyirsənsə, özünü sevə bilməzsən. Özünü sevmək eqoizmdir. Orada maraqlı bir yanaşma aparır və o düz bir yanaşmadır. Özünü sevgi heç bir zaman başqalarını sevməyinə zidd ola bilməz. Sən sadəcə olaraq sevginin, özünə sevginin nə olduğunu anlamamısan. Əgər bir insan özünü sevirsə, bunu eqoizmlə sinonim kimi başa düşürsə, bu onda eqoizmlə və sevgidən tam başa düşmür. Mən necə deyirəm, öz qədrini bilmək. Bax, özünə sevgi, öz qədrini bilmək. Okay. Öz qədrini bilmək nədir? Yəni, şəxsiyyət kimi özümün yerini bilirəm, dəyərimi bilirəm, öz məqamımı bilirəm, nəticədə özümü bağışlamağı da bacarıram. Yəni, mən bəzən səhvlər eləyirəm. Əgər mən öz qədrimi bilirəmsə, öz sevgim varsa, mən keçmişlə yaşamayacam. Səhvlərə görə özümə qarşı amansız olmayacam. Amansız o adam olur ki, özünü layiqincə sevmir. Bir insan özünü sevirsə, mən dediyim mənada, öz qədrini bilirsə, bu insan öz səhvlərinə də bağışlayacaq. Elə bil ki, sən bir övladını sevirsən, bu səhv edib. Sən deyərsən ki, bu səhvdir, bunu bir daha eləmə. Sonra qucaqlayarsan, alnından öpərsən, deyərsən, mən səni sevirəm, narahat olma, arxandayam. Sən əgər özünü sevirsənsə, sən öz keçmiş səhvlərinə görə özünə qarşı belə şiddətli amansız olmayacaqsan. Deməli, özünə sevgidə özünə hörmət var, səhvlərimi bağışlamaq var və özünə sevgidə aza qane olmamaq var. Mən əgər özümü sevirəmsə, öz qədərimi, dəyərimi bilirəmsə, mən özümü baha satacağam. Yəni empatini aradan aparmır da, düz. Qətiyyən o həqiqi özünü sevgi, o düzgün özünü sevmək empatini aradan aparmır. İndi gəlirəm ona. Mən əgər öz dəyərimi bilirəmsə, özümü sevirəmsə, bu özünü sevgi mənim övladıma da sirayət eləyəcək. Mən onlara da dəyər verəcəm. Çünki bu özünü sevgidə mən mərkəzlilik yoxdur, həqiqi özünü sevgidə. Və mən özümü sevəndə mən sonra ətrafımda olan insanlara da istəyəcəm yaxşılıq eləyim. Çünki yaxşılığı özümə layiq bilirəm. Pisliyi mən özümə yaraşdırmayacağam. Çirkin iş mənə uyğun deyil. Az işlər mənə uyğun deyil. Mən böyük zirvələrdə olmalıyam. Mən göydə uçan bir quş olmalıyam. Çünki mən sürünənlərdən olmaq istəmirəm. Bir insan öz qədərini bilirsə, öz dəyərini bilirsə, bu heç bir zaman aza qane olmayacaq. Bəli. Və eyni zamanda hamının da dəstək vermək istəyəcək. Çünki böyük bir ağa adamı təsəvvür eləyin. Ağa adam, o solidni adam, özünü belə şəxsiyyətini, yerini bilən adam. Samballı adam. İnsanlara nisbətdə necə olar? Fədakar olar, kəramət sahibi olar, hamıya dəstək tutar da, düzdür? Cılız adam ancaq deyir mən. Orada Erik Fromm'un yaxşı bir analizi var. O deyir ki, egoist insan içində böyük boşluq hiss edən adamdır. Egoistin içi boşdur. Orada nə sevgi var, orada heç nə yoxdur və o boşluğu doldurmaq istəyir. Bu mənim üçün boşdursa, mən hər şeyi ora yükləmək, yığmaq istəyəcəm. Mən əgər dolu insanamsa, mən hamıya vermək istəyəcəm. Çünki mənim o pula, o şeyə elə bir bağlılığım yoxdur. Mən öz səviyyəmi o manatlar həddində görmürəm. Mən öz dəyərimi insanların gözündə olan o sevgidə görürəm. Kiməsə yaxşılıq eləyirəm. Heç təşəkkür eləməsin. Ancaq o yaxşılığı özümə layiq bildiyimə görə o şey eləyirəm. Yəni öz dəyərli insan bu cür olar. Özünü sevgidən sonra Erik Fromm orada Allaha sevgidən danışır. Və bir növ buna gətirir ki, özünə sevgi sonradan Allaha sevginin müqəddiməsidir. Onda sizin dediyiniz birinci o suyun okeana birləşməsinə gətirib çıxardır da, düz anlayıram. Tam o cür irfan kimi bunu o həddə gedib çıxa bilmir. Bu onsuz da Erik Fromm. Yəni Erik Frommdur da. Yəni bu ora qədər o təhsili, o biliyi, o məktəbi keçməyib. Ancaq bu başa düşür ki, bu sevgi sonunda okeana birləşməlidir və orada Allaha sevgidən danışır. Sonra orada qəşəng İncildən bir misal göstərir. Deyir, biz müqəddəs kitaba baxanda da orada deyirlər ki, yaxınını sev. Yaxınını sev, bəli. O deyir, yaxını sevmək, özünü sevməklə ziddiyyət deyil. Deyir, müqəddəs kitab da bizə mesajı verir ki, bunlar arasında ziddiyyət yoxdur. Yəni, insan özünü sevsə, okeanı sevmiş olur. Okeanın içində də bütün dalğalar var. Tamamilə doğrudur. Hamısını sevirsən, sonra Allaha olan sevgidən danışır və bir çox o irfani məktəblərdə olan bir fikrə toxunur. Orada belə bir qəşəng bir söz deyir. Deyir, sevgi birləşməkdir. Sevgi birləşməkdir və sevgi təkliyə nifrətdir. Mən niyə yarımı sevirəm? Ona görə ki, onunla birləşim və öz natamamlığımı doldurum. Ana övladını niyə sevir? Mənəvi boşluğunu onunla doldurur. Və deyir, bu sevgidə olan birləşmə Allaha nisbətdə də özünü göstərir. Vəhdət-i vücudda səhv etməmsin. Ona gəlib çıxır. Mən Tanrını niyə sevirəm? Çünki mən tək olanda özümü zəif bilirəm.
Və sonsuz güc sahibi ilə birləşməklə mən okeana qovuşmaq Bəli. istəyirəm. Qısacası, yəni hamı o Mövlananın da belə bir beyti var. O vətən sevgisindən danışır və deyir o vətəndən uzaq düşən bir gün o vətənə qayıtmaq üçün bir yol axtaracaq və o vətən əslində o mənəvi vətəndir, okeandır. Özün. Hamı okeana qovuşmaq istəyir. Sevgi də budur. Yəni hamı istəyir birləşsin. Həqiqi sevgi. Deməli həqiqi sevgi dağıdıcı ola bilməz. Həqiqi sevgi insanlara sevgi ilə bərabərdir. Yəni okeanı sevmək məsələsi kimi. Əgər dalğanı sevirsənsə, sən egoist bir insansan və sevgini elə başa düşməmisən ki, o sevgi nədir. Bu ehtirasdır, bu acılıqdır. Yəni o özünü sevgi deyil, o adını yanlış qoyub. Bunun içində aqressiya var, gözü doymamaqlıq var, tamahkarlıq var. Bu rənglər o dediyi sevgidə daha çoxdur, ancaq həqiqi sevgi deyil. Mövzunun kommersiya tərəfinə gələcəyik. Sevgidən danışdıq. Mənə maraqlı olan tərəflər, mən ümumiyyətlə həyatım bütün məqamları kommersiya olub da. Yəni mən satış insanıyam. Həmişə satışla məşğul olmuşam. Yəni satış komandaları idarə etmişəm. Amma mənə maraqlı olan mövzunun yazarın kommersiya təfəkkürlü olmasıdır. Məsəl üçün bir yazar, mən məsəl üçün bir dəfə Xalid Hüseyniyə mail yazmışdım. Onun əsərini bir quş çərpələnglərin çərpələng uçuran o əsəri oxuyandan sonra bir ab-havaya girmişdim. Dedim mən buna bir də email yazacağam. Görüm cavab verəcək. Dünyada ən çox satılan kitabı da səhv etməmsə. Adam mənə cavab verdi. Dedi ki, mən əslində həkiməm. Özə təcili yardım həkimi idi səhv etmirəmsə. İndi bilmirəm, yəqin ki, bəlkə də o sahədə işləyir hələ də. Mənə maraqlıdır ki, yazıçının kommersiya təfəkkürlü olması və yaxud yazıcı bu əsəri yazanda onun kommersiya tərəflərini düşünürmü? Yoxsa sadəcə olaraq o mənəvi okeana qərq olur və nəticədə o özü ciddi bir maliyyə axınına çevrilir. Mənə maraqlıdır sizin fikriniz. Yazıçıdan yazıçıya dəyişir. Maliyyə məqsədi ilə yazanlar da var, tanınmaq məqsədi ilə cəmiyyət oxusun, populyar olum və başqa bir hədəfləri olanlar da olur. Və onu deyim ki, hədəf nə qədər aşağıdırsa bu yenə də təsir eləyir. Çünki sən beynivə o cür komanda verirsən, ona kökləyirsən və ona uyğun yazırsan. Məsələn, mən ona görə dedim də niyyət beynin hərəkətinə və funksionallığına birbaşa təsir eləyir. Mən beynimə qoyuram ki, mən bunu yazım ki, buradan pul qazanım. Yəni çoxlu satış eləsin və çoxlu buradan gəlir əldə edim. Mənim beynim ona uyğun işləyəcək və ona uyğun informasiyalar yığacaq. Beyin kitabxanaçıdır. Mən gəlmişəm kitabxanaya. Kitabxanaçı məndən soruşur ki, sən necə bir kitab istəyirsən? Mən deyirəm, mən bilmirəm necə bir kitab istəyirəm. Ancaq janrı detektiv olsun. Bir balaca sahə. Artıq gedəcək, bu bilir hansı rəfdən nələri götürəcək. Gətirib qabağıma qoyacaq 10 dənə kitab, deyəcək bunların içindən birini seç. Mən desəm ki, mən biznes haqqında, yaxşı pul qazanmaq haqqında kitab istəyirəm. Bu gecə ona uyğun gətirəcək. Ona görə mən beynimə hansı kodlamanı verirəm, hansı əmri verirəmsə, beynim ona uyğun işləyir. Pul, populyarlıq, çoxlu bəyənmə. Mənə görə bununla sən çox gedə bilməyəcəksən. Mən əgər məndə niyyət populyarlıq, tanınma bu olsaydı, mən fəaliyyətimin 2-ci ilində tam dayanmalıydım. Nəyə görə? Mən ilk kitabı vurdum 3000 tirajla, hamısı zay çıxdı. Nə mənada? Kompüter bilgilərim zəif olduğuna görə, yəni necə? Yəni nəşrdə bu şrift necə görsənəcək? Anladım. O sahəni bilmədiyimə görə mən yanlış şriftlərlə işlədim. Sonradan çapda çıxanda orada 3000 tiraj gördüm, qüsurlu çıxdı. Artıq o 3000 tirajı mən məcbur oldum ki, onu məhv eləyim. Sonra mən ingilis dilinə kitabı tərcümə eləyəndə yadımdadır ki, nə bilim, oradan buradan bir məbləğ yığmışdım. Ardısı o dövrün pulu ilə 8000 manat. Pulun heç biri 1 manatı da mənim deyildi. Və tərcüməçi ölkəmizdən seçdiyimiz tərcüməçi idi. Redaktor Amerikadaydı. Biz ona göndərəndə dedi ki, bu Azərbaycan beyni ilə ingilis dilində yazılmış bir kitabdır da. Bu tamam belə dəyişilməlidir və sıfırdan yığılmalıdır. Heç redaktəlik də deyil. Pulu belə ala bilmədik. Yəni bu cür uğursuzluqdan sonra mən fəaliyyətimi gərək dayandırardım və yaxud da təzə vaxtı o 2010-cu illəri deyirəm, ölkədə kitab oxunmur, imza mərasimləri, bestseller anlayışı yoxdur və sən yazmaq istəyirsən və səni də ən çox tənqid bilirsiniz kim eləyirdi? Evdəkilər olur. O sex yoldaşları. Daha çox sex yoldaşları daha çox səni tənqid edir. Hansı ki onlardan sən daha çox dəstək gözləyirsən də, düzdür? Və 2 ildən sonra mən 100% fəaliyyətimi gərək saxlayardım.
Ancaq hədəf məndə o deyildi. Mənə o yolun özü hədəf idi. Mən o yolun özündən həzz aldım. Mən deyirdim ki, sən bunu yazmalısan, sən bunu eləməlisən. Ola bilsin bir nəfər oxuyacaq, ola bilsin oxucusu ancaq sən özün olacaqsan, ola bilsin heç kəs səni tanımasın. Sən bu işi görməlisən. Ona görə bəyənməyəndə, tənqid eləyəndə mən narahat olmurdum, kitablarım zay olanda mən narahat olmurdum, şriftlər əyri çap olunanda narahat olmurdum. Mən sadəcə olaraq o işin özündən həzz alırdım. Mən bu işi görürəm, deməli mən yaşayıram və mən hədəfimə çatmışam. Və mən özümdə belə bir prinsip var. Deyirdim ki, bu qədər mənfiliyin içində sənin çıxıb axına qarşı getməyin, sən böyük adamsan. Bax, öz düşüncəmdə mən deyirdim ki, sən böyük iş görürsən. Adi bu verilişə çıxmaq, sizin bu verilişi aparmağınız nə qədər adamla biz fərqlənirik. Yəni, nə qədər adam bir podkast açır, işinin bu qədər çox vaxtında bu işi görür. Bu böyük bir insanın işidir. Bu balaca bir iş deyil ki, biz gözümüzdə bunu cılızlaşdırmayaq. Mike Tyson'ın bu yaxınlarda bir müsahibəsinə baxdım. Deyir ki, çox izləyirəm onu. Kastamata'nın ilk dəfə Kastamata ilə öz ilk boks məşqçisidir. Necə tanış olmağından danışır. Deyir ki, məni apardılar. Elə bir bunu o davakar qara dərilərin məhləsindən çıxardıblar, aparıblar dünyanın o vaxt tanımırdı, ən güclü boks məşqçisinin yanına və deyiblər ki, bunun yaxşı potensialı var, bunu öyrət. Mike Tyson öz beynini danışır. Deyir, mən dedim ki, mən bunun evini qarət eləyəcəm. Bəli, çünki oğurluqla məşğul. O adam oğrudur. Deyir, mən gəldim, dedim ki, onun evini mən qarət eləyəcəm. Deyir, Kastamata mənə baxır, mən başqa beyinlə baxıram. Kastamata deyir, mənə başladı deməyə ki, sən nə gözəl oğlansan. Mike deyir ki, mən özümə dedim ki, bu ola bilsin ki, təcavüzkar adamdır, bəlkə bu pedofildir. Mən deyir, ömrümdə bu sözü eşitməmişəm. Kimsə mənə desin ki, sən nə gözəl oğlansan. Heç valideynlərindən eşitmədiyi sözü yad adamdan eşidirəm. Deyir, ancaq beynim yenə də bunu qarət edim, bu cür şeylərdədir. O deyir, qayıtdı dedi ki, səndən çox böyük bir insan olacaq. Səndən yaxşı idmançı olacaq. Sən dünyanın ən yaxşı bokseri olacaqsan. Və özümə deyirəm ki, bu ağlı işləmir də bu qocanın. Deyirəm, eybi yoxdur, qoy məni yaxınına götürsün, mən yenə də bunu qarət eləyəcəm. Sonra deyir, o mənə elə sözlər dedi ki, mənim içimdə olan o, nə bilim, travmaları, o egonu hamısını darmadağın elədi və deyir, məni ram elədi. Və deyir, mən artıq o Kastamata'nın xoşuna gəlmək üçün məşq edirdim. Onu qane etmək üçün mən vuruşurdum, onu qane etmək üçün mən ağır rejimlərin altına girirdim. Bunu nə dəyişdi? O sevgi, məhəbbət. Deməli, o sevgidən danışırdıq da. Sevgi, məhəbbət, dəyər, bu insanı dahi bir şəxs də eləyə bilər. Ancaq ilk sevgi mən özüm verməliyəm. Sizdən o sevgini və o tərifi almayana qədər, siz də bayaqları ona toxundunuz, dediniz ki, öz rəqibim özüməm. Mən özümlə yarışıram. Və o nəticəni alandan sonra özümü tərifləyirəm. Deyirəm ki, halal olsun sənə. Məsələn, ilk mənim təriflərim özümdən gəlirdi. Çünki mənim oxucum yox idi. Və mən özümə deyirdim ki, ola bilsin ki, sənin əsərlərini heç kəs oxumasın və bəyənməsin. Ancaq sən ki, bu işi görmüsən, sən doğrudan böyük bir insansan. Və bu sözlər mənə o qədər təsir eləyirdi. Və uğursuzluğumun arxasında da yenə də özümə tərif, özümün dəstəyi, bu şeylər dururdu. Ona görə mən ruhdan düşmürdüm, narahatçılıq keçirmirdim və ilk dəfə yadımdadır, məni imza mərasiminə dəvət elədilər. Və mən ilk imza mərasimim yadımdadır. Mən deməli kitab mağazasına daxil oldum. Orada da elə bil ki, stollar var. Hər yazıçı hansısa bir stolda oturur və baxıb gördüm ki, bir stol var orada, məsələn, iki nəfər orada yazıçısını gözləyir və bir dənə masanı gördüm ki, böyük bir dənə ən çox kütlə o masanın ətrafındadır. Mən özümə dedim ki, o nə xoşbəxt yazıçıdır da. Yəni bu qədər oxucusu var. Və mən də gözləyirəm ki, indi kənardansa bir dənə balaca bir yerdə mənim yerim oradır və mən ora yaxınlaşanda içəridə artıq onlara yaxınlaşam, mikrofonla adımı çəkdilər və hamı aralandı, əl çaldı, gördüm ki, bu mənim masamdır. Yəni insanların təsdiqinə qədər, sevgisinə qədər sən özünü sevməlisən, özünə dəyər verməlisən, səhvlərini bağışlamaq qədər böyük ürəyin olmalıdır. Və bizlər hərdən başqalarına qarşı daha humanistik, özümüzə qarşı amansızıq. Bu normal. Bax mənim istəmədim sözünüzü kəsim, bu cümlənin tamamlanmanızı istədim də. Məndə fərqli işləyir bu mövzu. Mən məsəl üçün hətta ən yaxşı bir işimi ortaya bitirəndən sonra biraz fərqli olur məndə. Bilmirəm bu normaldır. Necədir sizdə məsələn? Mən məsəl üçün ən yaxşı təlimimi verirəm. Məsəl yəni mənim ən yaxın tənqidçim belə deyir ki, "Yo Anar, bu daha yaxşı idi səndə. Bunu yaxşı elədin." Hətta o mənə zamanla zövq vermir.
Yəni mənə zövq verən Tərif sizə zövq vermir. vermir. Yəni mən istər auditoriyadan aldığım, məsəl üçün alqış olsun, istər nə bilim ətrafımda mənə desinlər ki, anar vaudur. Mən gəlirəm otururam günün sonunda həmin o işimin üstündə deyirəm ki, bax məsəl üçün bu 4 dənə 5 dənə məqam var idi. Məsəl sən burada biraz da bunu yaxşılaşdıra bilərdin də. Yəni eləyə bilərdinmi? Yəni kritik dip tənqid olmasa da amma biraz tənqid gedir. Yəni bu məni demotivə vermir. Bu nə məni hiss yaranır? Ondan sonra deyirəm özünüzü ki, davay bir dəfə də başlayaq. Davay təzədən bir dənə də bunun üstünə gedək. Falan kitab var, get bir dənə onu da oxu. Məsəl üçün biraz da bura əlavələr elə. Amma nəticə etibarı anlayıram ki, bu auditoriya məsəl üçün buna bundan o qədər lazım deyil də. Yəni ki, ehtiyac olmayacaq buna. Amma mən məsəl üçün indi üz üz əzələlərinin adlarını öyrənirəm özüm üçün. Məsəl üçün yanaq əzələsi filan filan təəssüratda filan yanaqdakı filan əzələnin titrəşimi. Məsəl üçün o mənə daha motivasiya verir. O mənə öyrənmək. Yəni bunu məndən Rövşən, İlahə, Həsən soruşmasa da onun öyrənməsi prosesi var ha. O bayaq siz dediniz hədəfə getmə prosesi. Mən oradan biraz özüm üçün bir şey götürdüm, input götürdüm ki, bəlkə də elə budur məni həyatda saxlayanda. O mənə daha çox zövq verir. Aldığım maddi mükafatdan asılı olmayaraq. Halbuki mən həyatım boyu kommersial olmuşam da, yəni kommersiya təfəkkürlü olmuşam. Məndə biraz belə paradoks olur. İnsanların motivasiya mənbələri fərqlidir. Auditoriyanın əl çalması ola bilsin, birini motivasiya eləsin, onu irəli aparmağa sövq eləsin. Belə adamı tənqid eləsən, bunu sındırarsan. Ona görə hərdən yanına elə adamlar gəlir ki, məsələn, valideyndir, övladı istəyir yazışı olsun, əsərini göndərir və ya hansısa bir mövzu ilə bağlı. Orada baxıb görürəm ki, bu adam elədir ki, sən bunu tənqid eləyə bilməsən. Tənqid qapısından girsən, adamın bütün potensialını məhv eləyəcəksən. Məsələn, Tyson kimi. O gözləyirdi ki, bunu kastamata alçaltsın. Ancaq bu sevgi ilə bunu müalicə elədi. Elə adam var ki, bunun qidası sadəcə informasiya əldə etməkdir. Məsələn, İbn Sina o cür olub. Sizin dediyiniz o tonda İbn Sinada da orada olub və İbn Sinanın ən böyük həzzi məlumatı əldə etmək idi. Və o danışırdı ki, böyük bir məbləğdə pullar verirdi. Deyirdi, bir məlumat var idi məntiq mövzusunda. Bunun həllini tapa bilmirdi. Gedir bazarda o mövzuda bir qədim kitab görür və deyir ki, evin böyük bir nə bilim əşyalarını, bahalı əşyalarını gətirir, verir, onu alır. Onu oxuyandan sonra çıxır, məlumatı öyrənir, qışqırır, deyir ki, hansı deyir dünyanın hökmdarlarında bu həzz, bu ləzzət var. Bəli. Ancaq məlumatı öyrənib də bu var-dövlət əldə eləməyib də, o ona həzz verir. Ona görə bu fərqli bir şeydir. Yol adama həzz verir. Birinə ümumiyyətlə bu mövzular çox uzaq gələr. Deyir, bu nə danışır? Yol nədir? Siz deyirsiniz mən biznes düşüncəsi ilə hərəkət edirəm. Bu əslində onu göstərir ki, siz biznes motivasiyanız biznes deyil. Yəni bir insan ki deyir ki, mən bunu öyrənirəm, üzün titrəşimini, məsələn, filan əzələsində hansı hiss, hansı emosiya titrətdi, bunu öyrənəm, həzz alıramsa, bunun deməli motivasiyası elmdir. Ancaq bizim bir sosial tərəfimiz var da, mən bir fəaliyyət göstərməliyəm, qazanmalıyam, uğur da oradan gəlir. Bu ona görə, bu da belə ikinci dərəcəli bir motivasiya kimi olur. Ümumiyyətlə, elm mövzusunda maraqlı bir məqam deyirlər. Deyirlər ki, elm 3 qarışdır. İnsan 3 qarışdır. Birinci qarışı insan gedəndə təkəbbür yaranır. Bu deyir ki, məndən yoxdur da. Mən dünyanın bütün biliklərini bilirəm və hamıdan güclüyəm. Yəni bu məlumatlara malikəm və başqalarına yuxarıdan aşağı baxıram, mən bilirəm, sən bilmirsən. Deyir, bir qarış gedəndən sonra bunda təvazökarlıq yaranır. Çünki bu ikinci qarışda bu artıq başa düşür ki, bilmədikləri bildiklərindən qat-qat çoxdur. Və ona görə içində bir dənə bir təvazökarlıq yaranır o. Dunning-Kruger effekti var. Deyir ki, cahil cürəti. Kim ki az bilir, daha cürətli olur və daha qarantiya ilə danışır. Bizim həkim dostlar var. Deyir ki, peşəkar həkimlə qeyri-peşəkar həkimi ayırmağın xüsusiyyəti var. Biri odur ki, qeyri-peşəkar həkim qarantiya verir. Xəstəyə deyir ki, mən 100% səni müalicə edəcəm. Deyir, ancaq savadlı həkim bilir ki, burada ən sadə xəstəlikdə belə, ən sadə əməliyyatda belə elə gözlənilməz hallar ortalığa çıxa bilər ki, sən heç vaxt qarantiya verə bilməzsən. Təcrübənin çoxluğu və biliyin çoxluğu səndə özgüvənsizlik yaradır hardasa. Necə özünə güvənirsən, ancaq sən onun təbiətinə, bilmədiklərinə güvənə bilmirsən. Bu ikinci qarışda yaranır. Deyir, üçüncü qarışda. Əgər bir insan üçüncü qarışa qədər yol gedə bilsə elmdə,
onda məyusluq yaranır. O başa düşür ki, heç nəyi Heç bilmir. bilmir. Heç nəyi Allah, bilmir. hə, yəni Ona görə bir insanın danışığından, rəftarından sən bilirsən ki, bu hansı qarışdadır. Əksər insanlar birinci qarışdadılar. Çox insanlar birdədirlər. heç bir suallarımı verə bilmədim. Bir neçə suallarımı verdim sözsüz ki, yəni özüm üçün qeyd etdiyim suallar. Çox təşəkkür edirəm. Həqiqətən mən bir mənəvi bir necə deyim, mənəvi bir oturub masa arxasında bir qida qəbul elədik məncə. Doydum biraz ən azından. 26 il öncəki söhbətləri biz refresh elədik ən azından. Həqiqətən Allah razı olsun. Minnətdaram, Çox təşəkkür edirəm. İnşallah bir dəfə də Çox görüşəcəyik. samballı, çox gözəl verilişimiz var. Uğurlu olsun, xeyirli olsun. Sevə-sevə gəlib iştirak eləyərəm. Çox təşəkkür edirəm. Çox sağ olun.